Salam, bu videomda sizlərlə ingilis dilində ora necə gedə bilərəm, metro ilə gedə bilərəm, ora hansı avtobus gedir, bu tipli cümlələrin paylaşımını edəcəm. Əgər ora necə gedə bilərəm, bu tipli bir cümləni ingilis dilində ifadə etmək istəsəniz, how can I get there? How can I get there? Ora necə gedə bilərəm? Və yaxud da əgər biz buradan uzaqdır bu cümləni soruşmaq istəsək, is it far from here? Is it far from here? Buradan uzaqdır, bu cür soruşa bilərik. Ora metro ilə gedə bilərəm. Can I get there by underground? Can I get there by underground? Ora metro ilə gedə bilərəm. Hansı avtobusla getməliyəm? Which bus should I take? Which bus should I take? Hansı avtobusla getməliyəm? Qiyməti neçəyədir? How much is it? How much is it? Qiyməti neçəyədir? Və yaxud da yolumu itirmişəm, azmışam, necə deyə bilərik? I think I'm lost. I think I'm lost. Bu şəkildə deyə bilərsiniz. Bu qədər. Ümidvaram paylaşımım sizlər üçün faydalı olmuş olar.